Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 2972 nəfər ahıla evdə səyyar sosial xidmət göstərilir. Səyyar sosial xidmət göstərilən həmin şəxslər əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan şəxslərdir. Qubada yaşayan və sosial qayğı ilə təmin edilən Ahıl Əmiraslanovlar ailəsi ilə əməkdaşlarımız da görüşüblər. Süreyya xala. Ay Süreyya xala. Salam aleyküm. Aleyküm. Aldın dərmanları. Çox sağ ol. Çox sağ ol. Gəl də içəri aldım. Gəl. 74 yaşlı Aydın Əmiraslanov və onun 73 yaşlı həyat yoldaşı Süreyya Əmiraslanova əslən Qərbi Azərbaycandandılar. Gənclik illərində Bakıda yaşayıblar, müxtəlif sahələrdə çalışıb, oğul, uşaq sahibi olublar. Yaşlandıqca tədricən səhhətlərində yaranan problemlər onları ciddi narahat etməyə başlayıb. Həkimlərin tövsiyəsi ilə ər və arvad rayona köçməli olublar. Artıq onlar 20 ildir ki, Qubanın Xucbala kəndinin sakinləridir. Gəlmişəm Xucbala kəndinə, burada yer almışam, ev tikmişəm, yaşayıram, xırda təsəvvüratım var, ondan məşğul oluram. Sağlamım da yaxşıdır, yumraqlaşmışam şəhərə baxanda. Ona görə Qubanın təbiətinə vurğunam, burada 20 ildir yaşayıram, kənd cəmaatına da hörmətim var, onlara da mənə hörməti var. Övladlarından xeyli uzaqda yaşayan bu ahıl şəxslər dövlət qayğısı ilə təmin olunublar. Sosial Xidmətlər Agentliyinin Quba Xaçmaz regional filialı tərəfindən Əmiraslanovlar üçün sosial xidmətçi ayrılıb. Sağ olsunlar, sosialdan təmin ediblər, bir xanım veriblər, o bizə hər dəfə kömək eləyir. Həftədə 2 dəfə gəlib, yer yığış eləyir, silir, süpürür, təmizləyir, xörək bişirir. Kənd yeridir, aptekimiz yoxdur, mağazinlər uzaqdır, bazar uzaqdır, gərək rayona gedək. Ona görə həmişə əlaqə saxlayırıq, bazarlığımızı eləyib gətirir, sağ olsun Zülfiyə xanım. Hazırda Qubada 67 ahıl sosial xidmətlərlə təmin edilir. Sosial xidmətçilər tənha ahıl və əlilliyi müəyyən edilmiş şəxslərin evlərinə gedərək onları ev təsərrüfatlarında, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkilində köməklik göstərirlər. Göstərilən xidmətlərə yeməyin hazırlanmasına kömək etmək, özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi, mənzillərin təmizlənməsi, yataq və geyim əşyalarının yuyulması, ütülənməsi, evə həkimin çağırılması, həkimin təyinatı ilə aptekdən dərman alınması, zəruri ərzaq mallarının alınması, sənaye və məişət tullantılarının atılması və başqa bu kimi xidmətlər daxildir. Bildirmək istəyirəm ki, dövlət büdcəsinin zəmanət verilmiş həcminə uyğun olaraq göstərilən bütün xidmətlər tam ödənişsiz şəkildə həyata keçirilir. Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 2487-si qadın, 749-u kişi olmaqla 3236 nəfərə belə xidmətlər göstərilir ki, onlardan da 2972-si ahıl şəxsdir. Ramiz Ramazanlı, Polad Tahirov, Aysən Ələkbərova, İTV Xəbər, Quba.